فإنه من يعش منكم فسيرى اختلافا كثيرا فعليكم بسنتي ما تنشئون حزبا. Bismillahirrahmanirrahim. Adil qardaş, bugün məlumdur ki, Azərbaycanın bütün bölgələrində qardaşlar arasında ciddi parçalanmalar gedir. Bu da ki, elm tələbələrinə, yəni dil uzatmalar artır günü-gündən və yəni cəhd-tədil məsələlərini gətirib atıblar ortaya, qardaşlar da savadsızcasına istifadə edib parçalayırlar. Və o tələbələrə ki, dil uzadırlar, onlardan da biri sizsiniz. Yəni bu hücumlara məruz qalanlardan da biri sizsiniz. Lakin mən də bir müsəlman kimi məni bu ağrıtdı və bu məsələyə mən özüm də istədim bir ağsaqqal kimi yanaşım və bəlkə faydamız olar. Bu qardaşların arasında parçalanmanın qabağını almaq üçün nə isə Allah üçün bir şey eləyə bilərik. Və çox düşünüb daşınandan sonra Allah Subhanahu taalanın bu ayəsini ki, Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki, bilmədiyinizi bilənlərdən soruşun, yəni əhlindən. Və bunun əhli də ki, bizim Rəbbani alimlərimizdir. Lakin bu günləri Şeyx Rabi Həfizəhullahın adından da istifadə olunur ki, yəni güya o iddia edənlər biz Şeyx Rabinin Həfizəhullahın minhəcindəyik. Siz ondan uzaqsınız və sizi başqa ləqəblərlə yəni ittiham edirlər. Buna görə də belə bir qərara gəldim ki, və əlimizdən gələn eləyək, siz həqiqətən elə böyük alim Şeyx Rabi ilə görüşəsiz, Qamət qardaş da siz də oturasınız, bu məsələni kökündən orada həll eləyəsiz ki, biz də bir nöqtə üzərində Allah və Rasulunun buyurduğu Quran və sünnə və sələfin fəhmi ilə bir yerdə, bir bayraq altında olaq. Məqamımız, məramımız da budur. Bunun üçün də mən sizə yəni xahiş edirəm, əgər mümkünmü, siz gedərsinizmi ki, yəni Şeyx Rabi ilə oturarsınızmı? Qamət qardaşla da mən danışacağam və bu məsələni orada necə ki Allah Subhanahu taala Quranda da buyurduğu kimi ixtilafa da düşdüyünüz məsələləri Allaha və Rəsuluna qaytarın. Və heç şübhəm yox ki, Şeyx Rabi də Həfizəhullah da bunu Quran sünnə ilə məsələni fətvasını verər və bu məsələ ilə də məsələ həll olunar, bu məsələ bitər, söz-söhbət qutarar. Nə deyirsiniz buna Adil qardaş inşallah? Elhamdülillah və salatu və selamu ala Resulillah. Əmmə bə'd. Yəni inşallah bir etirazımız yoxdur. Yəni bizdən ötürü yəni haqqın ortaya çıxmasıdır. Yəni biz həmişə necə ki olduğumuz kimi indi özündə də yəni sələflərlənik. O ki qalı digər məsələlər çoxsu böhtanlar, ittihamlardır. Biz sələflər nə deyibsə, əlhəmdülillah, həmişə onlarla olmuş. Bəziləri isə sadəcə sələflərin adından öz məqsədləri üçün istifadə edirlər. İnşallah bizdən ötürü problem yoxdur. Biz hazır. Allah razı olsun şeyx, Allah razı olsun. Allah Subhanahu taala bizim bu qardaşlığımızı bərpa eləsin. O qardaşlar ki, azıblar, onları da Allahın haqq yoluna yönətsin ya Rabbim və bizi bir nöqtə üzərində Quran, sünnə və sələfin fəhmində bir eləsin.